Bakıdakı ali təhsil müəssisələrinin paytaxtdan kənara köçürülməsi və bölgələrdə yeni universitetlərin yaradılması məsələsi artıq rəsmi sənədlərdə öz əksini tapıb. Layihə hazırda müzakirə mərhələsindədir və müəyyən edilmiş illər üzrə konkret tədbirlər həyata keçiriləcək. Bəs bu qərarın təhsil mühitinə və şəhər infrastrukturuna təsirləri barədə nə düşünülür? Köçürülmə olsa yollar çox darlıqdır. Ola bilər ki, yolda tıxac azala. Məqsəd sırf tıxacdırsa əgər, bunun digər məqsədi yoxdursa. Belə də götürəndə valideynlər üçün çətindir. Yəni o zaman istər-istəməz çoxları evladdan ayrılma bizdə də çox tez yaşda baş vermədiyi üçün ola bilər ailələr birgə köçərlər. Əgər orada universitet açarlarsa mənim üçün çox xoş olar. Yəni mən müəlliməm, gedib orada tədris edərəm universitetdə. Amma digər ki, bu hamı üçün uyğundurmu, onu dəqiq bilməyəcəm. İmtahan əvvəsində boşluq olur. Tələbələrin çoxsu rayonlarda olur deyər. Tələbələr gedir rayona, burada da boşluq olur. Tıxaclar azalır. Universitetlər rayonlarda olsa daha gözəl olar. Tıxacın da qarşısı azalmış ola bilər. Bakı Dövlət, orada Politexnik, orada memarlıq inşaat. Ümumilikdə bir 40 min şagird tələbə. Bunun təsəvvür bir 30 mini minir metroya. Metroda sıxlıq yaranır. Məsələn, düşürsən saat 3-də metroya 5-də minib gəlirsən və 2 saatin burada getdi. Bayaqdan da burada dayanmışam. Bir dənə boş yol yoxdur, ancaq tıxac, sıxlıq. Məsələyə daha geniş perspektivdən baxan mütəxəssislər isə bildirirlər ki, köçürülmə prosesi həm də infrastrukturun yenilənməsi ilə müşayiət olunmalıdır. Xüsusilə yataqxana probleminin həlli şəhərdaxili mobilliyə müsbət təsir göstərən əsas amillərdən biri ola bilər.